Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Öhrəm Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Ölkə prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Sergey Mərlikov iş səfəri ilə Dağıstana gəlib. Onun rəhbərliyi altında Dərbənd şəhərinin müdiriyyət binasında Dərbəndin 2000 illiyinin bayram edilməsinə hazırlıq üzrə Şimali Qafqaz Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi nəzdində iş qrupunun müşavirəsi keçib. Sergey Mərlikov Dərbənd sakinləri ilə görüşüb, eləcə də onun respublikada keçirdiyi müşavirələrin nəticələri üzrə yekun müşavirədə aparılıb. Sergey Mərlikovu bu səfərdə Dağıstan hökumətinin sədri Abdusəməd Həmidov, baş nazir müavini Anatoliy Karibov, respublika nazirlik və idarələrinin rəhbərləri müşayiət edirdi. Respublikanın hərbi komissarı Dayitbəy Mustafayevin sözləri ilə cari ilin payız çağırışı üzrə kvot artıb. Bu dəfə 2100 çağırışçı ordu sıralarına yola salınacaq. Hərbi komissarın iştirakı ilə keçmiş mətbuat konfransında o çağırış vərəqəsi almış 4000-dən çox vətəndaşın hərbi komissarlıqlara gəlmədiklərini açıqladı. Dayitbəy Mustafayevin sözləri ilə cari ayın 16-sında 150 nəfər gənc ordu sıralarına yola salınıb. Hərbi qüvvələrin müqavilə üzrə xidmət keçənlərdən ibarət olacağı nəzərə alınaraq çağırış resursu nəzərə çarpacaq dərəcədə ixtisar olunub. O qeyd edib ki, bizim hərbçilərimiz mövcud 4 hərbi dairənin hərbi hissələrində, eləcə də daxili qoşunlar tərkibində xidmət keçəcək. Həmyerlilərimiz hazırda Rusiya ərazisində fəaliyyət göstərən idman rotaları tərkibinə də göndərilir. Komissar hərbi xidmət sahəsində mövcud yeniliklər ətrafında da məlumat verdi. Gələlinin yaz çağırışından etibarən hərbi xidmətə yola düşənlər xidmət formasından asılı olmayaraq hərbçilərin vahid elektron qeydiyyatı sisteminin əsasını təşkil edəcək personal elektron kartlarla təmin olunacaqlar. Dayitbəy Mustafayevin sözləri ilə hələlik Dağıstanda alternativ xidmət keçmək istəyən çağırışçı qeydə alınmayıb. Çağırış üzrə xidmət keçən əskərlərin Ukrayna ərazisinə aparıldığı barədə məlumatın əsassız olduğunu da o qeyd edib və aydınlaşdırıb ki, çağırış üzrə əskəri xidmətə aparılmış vətəndaşların yalnız Rusiya Federasiyası ərazisində xidmət keçəcəyi qanunla təmin olunur. Mahaçqalada investisiyalar üzrə beynəlxalq konfrans öz işini davam etdirir. Dağıstan Dövlət Texniki Universitetində keçən əlverişli investisiya şəraitinin formalaşmasının problemləri və yolları 6-cı beynəlxalq konfrans Respublikanın Sənaye, Ticarət və İnvestisiyalar Nazirliyi tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin, Qazaxıstan Milli Universitetinin, Amerika Birləşmiş Ştatlarının Iowa Ştat Universitetinin nümayəndələri də iştirak edir. Kizlər rayonunda düyü yığınının qızğın çağıdır. Eyni zamanda payızlıqların səpinliklərdə məşğul olunur. Cari mövsümdə düyü yığınına bir qədər əvvəl başladığına baxmayaraq, yağmurlu payız havası mövsüm işlərini ləngidir. Rayonda 10.000 hektar sahədə payızlıqlar səpini planlaşdırılır. İşlər fasiləsiz aparılır. Payızlıq mədəni bitki səpininin optimal müddətlərdə başa çatdırılacağı ehtimal olunur. Dərbənd rayonunun Bilici qəsəbəsində bir nömrəli gimnaziyada Sovet İttifaqı qəhrəmanı Abbas İsrafilovun xatirə günü keçirilib. Dağıstanlı qəhrəman 1981-ci ildə Əfqanistanda Sovet qoşunları tərkibində hərbi xidmət keçirkən həlak olub. İsrafilov mühəndis istehkamçı vзвodunda komandir müavini idi və o, bir sıra hərbi əməliyyat və münaqişələrin bilavasitə iştirakçısı olmuşdu. Abbas İsrafilov Lenin və Qırmızı Bayraq ordenlərinə və igidliyə görə medalı ilə təltif edilmişdi. Qəhrəman adına ölümündən sonra layiq görülüb. Bilici qəsəbə küçələrindən biri və orta məktəb qəhrəmanın adını daşıyır. Siz son xəbərləri dinlədiniz.